Salam dəyərli izləyicilər. Bugün sizlərə Temu proqramının indirilməsi, qeydiyyatdan keçirilməsi və sifariş yerləşdirilməsi qaydasını izah edəcəm. Zəhmət olmasa kanalıma abunə olun və videonu like edin. İlk öncə Play Marketə daxil oluruq. Buradan axtarış bölməsindən Temu yazırıq. Proqramı quraşdırına basırıq. Proqram yükləndi. İndi isə açsın butonuna daxil oluruq. Burada Temu proqramına daxil olduq. Burada aşağıda sən hissəsi var. Buradan biz qeydiyyatdan daxil olun var burada. Bir də qeydiyyatdan keç var. İlk dəfə daxil olanlar üçün qeydiyyatdan keç butonuna basmalıdırlar. Burada qeydiyyat hissədə Gmail hesabının şifrəsi daxil olunmalıdır, nömrə daxil olunmalıdır. Mən əvvəlcədən proqramı açdığım üçün mən birbaşa daxil ol butonu ilə proqrama daxil olacağam. Burada təkliflər gəlir. Google ilə davam et, Facebook ilə davam et, e-poçt ilə davam edin, telefon nömrəsi ilə davam edin. Mən hər zaman Google ilə davam etdiyim üçün Google-u seçəcəm. Və burada Gmail hesabları gəlir. Öz Gmail hesabımı daxil edəcəm. Artıq burada məndən şifrə tələb etməyəcək. Gördüyünüz kimi səhifəm açıldı. Bu mənim öz hesabımdır. Burada sizə əvvəl etdiyim sifarişləri göstərəcəm. Hər biri uğurla çatdırılmışdır. Temunun üstün cəhətləri də ondan ibarətdir ki, tez-tez burada endirimlər olur. İndi səbət hissəyə keçirik. Aşağıdan səbətə. Burada məhsullar var səbət hissədə. Amma biz istəsək, əsas səhifəyə də daxil olaraq buradan istədiyimiz məhsulları seçə bilərik. Məsələn, şirət çəkən maşın. Bir də sifariş yerləşdirdiyimiz zaman yorumlara diqqət etməliyik. Orada müştərilər sifariş verdikləri məhsulun necə gəlməsi haqqında məlumat verirlər. Biz o rəylərə əsasən ala bilərik. Məsələn, buna baxırıq. Burada müsbət rəylərdə, hətta burada baxın, Azərbaycandan alanlar da olub. Gördüyünüz kimi. Mütləq sifariş yerləşdirməmişdən